Keksimiz artıq hazırdır. Görək Maranın çörək qəlbində şirniyyat necə alınır. Mən bunu açığı bilirəm. Daha əvvəllərdə hazırlamışım. Yenə sizlər üçün hazırladım. Göstərmək istədim ki, yapışmamağı falan necədir, gözəldir. Bu formada istidir. Ya Allah, bismillah. Bu formada keksimiz hazırdır. Bir dilim kəsim, sonra soymağını gözləyərik. İçi də çox gözəl pişib. Formada. Çayı da sizə göstərim. Burada isə yenə mağazamızda satışda olan saxsı çaynik idi. Yəni bunun içərisində çay uzun müddət isti qalıb. Hal-hazırda da əlimi vura bilmirəm. Yəni istər dəm çayniki kimi, istərsə də çay hazırlamaq istəsəz, çox gözəldir. Həm görünüş olaraq, həm keyfiyyət olaraq əladır.